Korktum ya. Üstüne kaçak şekerli. Osman, məscid olmağına min şahid istəyər. Bu dəqiq məsciddir bura. Neyse, burada çıxdaşmayacam. Bilən çəkirəm bir şey. Deməli, kefsi axtarırdıq. Biz IFC tapdıq. Yəni minimum əmək haqqı 23 yaşlı bir insan üçün bu ölkədə 5000 manatdır. Buyur aşağıda. Yenə bilmirəm, harada deyirsin. Abinam, xahiş edirəm. Buradan. Tamam. Çıxmışıq Osmanla kəşfə. Buralar bizim heç görmədiyimiz yerlərdir Coventry'də. Belə yerlər də var imiş. Biz ümumi olaraq sıxıcı şəhər bilirdik buranı, amma gəzib görəndə görürsən ki, kəşf edilməli çox yeri var, maraqlı. Gedirik məscidə tərəf. Buranın da qiymətləri normaldır. Aha. Paradise pizza, halal yer. Deyirsən ki, bura müsəlmanlar məhləsidir. Hə, de. Afghan Bakers'da duran. Elə insanlar da ödər qalmışır. Hə, de, məscidin günbəzi görsəndir. Biraz şey yoxdur Hindistan məscidlərini. Bu da müsəlman evidir, bax burada. Ailə burada. Ramadan mübarək. Sən elə burada özün yoxsa qəribə istəyirəm. Bu nədir? Taksim Turkish restoran. Salam əleykum. Buraların hamısına gəlmək lazım baş. Gedək görək məsciddə nə var. Məscidin girişini axtarırıq, tapa bilmirik hələ ki. Prosto ofisi qapısı bağlıydı bu. Mən də burada məsciddir də günlərdə işləyirəm da. Yox qardaşım, buradan giriş yox. Bax. Gedək bir dənə baxaq o tərəfdən. Girişi tapdıq deyəsən. Buradan girməliymişik. Hə, açıqdı qapıları. Amma yaxadən günbəzi gördük idi, günbəz deyil, minarə idi. Mən səhv saldım. Bu məscidin günbəzi yoxdur. Osman, məscid olmağına min şahid istəyər. Bu dəqiq məsciddir bura. Gedək görək. Birinci cəmaat bir nömrə. Kardeşim bu kodla zaten ne diyorsun? Press bell to call button. Sister only. Başka bırak adını alsın da. Bırak adını. Bura şeylə. İşte mədrəsə vaxtıdır, ona görə bağlıdır qapı. Elə yazıb da. Ki qapını deyir, zəngiz basın gəlsinlər. Basırsa? Şey düşündü yazın. Peki fırlanaq falan görüp qabağından al. Ne yaxşı. Biraz üçün olan yeri. Çox maraqlıdır. Bir dəfə də görəm belə şey. Biz məncə normal məscidi ancaq Londonda tapa biləcəyik. Buralarda səhvin məsələ.
Pul. Geçsək görək. Neyse. Pazar olduq. Bizi almadılar məscidə. Vallahi çox qəribədir. Bir dəfə də belə şey görürəm. Yox, Osman, bu arada deyil. Burada nə yazır? Free parking. Parking yeri free qoymamızdan nə? Girişi free eləməmizdən girmək olmur. Yox, Osman, burada bir dənə giriş. Ha, bir də bura ola bilər. Deyək, qabaqdakı yeri görsən. Bura, ha, orada bir dənə baxan olmadı. Zəngi basıb çağırırıq da. Şimdi qardaş, sizin mədrəsə vaxtımızda məsələ girməyək, nə arıq? Yox, bağlıdır burada, başım bıraq. Yine qapını deyək. Boş nətər zəngi, nömrə zat var mı? Yox, orada yaşlı zəng düyməsi var. Zınqırov kimi. Məncə ona basacaq, gələcəklər. Sözüm yox. Bir dənə məscid bizi zannet edilmişdi. Orada verdi. Gedi. Var da? Ha, yaxşı. Aa, deyəsən gəldi imam cəmaat. Ha, soruşduq. Dedi ki, məscidə giriş bu qapıdan imiş. Burada balaca qapı. Neyse. Ha, belə məscid girişi olur ha qardaş. İnşallah bu da kilitlidir. Aha, yox ha, kilitli değilmiş. Selamünaleyküm. Dəqiq burada çaldırıq ayaqqabı. Gedin məscidin içində çəkim, sonra bağlayayım kameranı. Dəstəmazxana. Belə dəstəmazxanası var. Bura nədir bilmirəm. Ha, məscidin içi burada deyəsən. Bu namaz vaxtdan göstərirdi. Bildim. Ha, nəyə və çıxır? Vaxt girib dairəm ona baxıram. Əsrə vaxtı 5 tamamda girir. Ha, elə o. Ha, today salat time Gün gün yavaşında göstərir. Yox, bura start time 4:19 yazıb. Deyək bax, əsrin altında start time-da 4:19 yazıb, qula bilərsiniz. 5 p.m. O yəqin ki deadline-dir. Neyse, burada tanışmayacağım, bir dənə çəkirəm bir şey. Aleyküm. Hə, gəzirdik, bir dənə bərbər tapdıq. Normalda bərbərlər şəhərin mərkəzində hardasa saçı qırxırlar 16 pounda, 15 pounda, 12 pounda, yəni bu qiymət arasında dəyişir də. Bizim pulla deyilir minimum 35 manat belə. Burada ama tapdıq, bir dənə Pakistanlı dayda idi, sağ olsun, 8 pounda qırxırdı başımı. Gələn kimi dedim, mənə saxlamaq olar. Girdim, geçən saçımı qırxdı, bir nətər. Pis deyil məncə, normal. İndi gedirik, bir dənə Türk marketi var burada. Burada var, evlər də geçən. Türk marketi var. İçində Türk'ün yatları və yaxud da digər məhsullar yaxşı qiymətədir, keyfiyyət də yaxşıdır. Ora gedirik, görək, necə oralarda. Heç nə, hələ belə saçımı göstərmək üçün qırdım. Qırdım nə idi, videonu açdım. Deməli, keyfsi axtarırdıq.
Biz IFC tapdıq. Afghan fried chicken'dir böyük ehtimalla. Bilmirəm indi içindədir. Amma girib baxacağam. Burada marketdə bir iki dənə şey aldıq. İnşallah bir dənə yolu keçə bilər. Ya Osman gəl. Buna bir dənə qiymətlərinə baxaq sonra çıxaq tez. İçi belədir. Burada oturmaq şey olmur. Qiymətlər də ki belədir. Hello. Paltələmin test şeylədim, tutdum getdim ki baxmasın sifətimə. Bir dənə də bərbər var. Hər vaxtınız xeyir olsun. Necəsiniz? İşləriniz, gücləriniz? Yenə tərsən-mərsəd bir şəkildə video çəkmişəm. Deməli, Osmanla günəşli bir gündə getdiyimiz o Müsəlman məhəlləsi videosu bilmirəm bundan sonra gələcək, yəni bu görüntülərdən sonra gələcək yoxsa əvvəl. Sadəcə orada yenə həmişə kimi salam verməyi unutacağam. Ona görə üzrlü sayın. Bugün gedirəm Primarka. Özümə bir iki paltar almaq istəyirəm. Bura gələndən 2 dənə sifatidəyəm, bezmişəm və bəsdir. Videoyu izləyən dostlarım suayız deyirlər ki, düzəlmədəsən, bilirəm. Düzəlmək addım arasına gedirəm özümə paltar almaq. Çox şey almayacağım. Evdə giyinməlik bir kimi şey alacağım. Həm də bu vəsilə də sizə Primarkın içində göstərərəm. Sonra halal marketə girəcəm, oradan bir dənə ət alacağım. Toyuq əti. Banan almalıyam. Bəli, Tesco'ya girib banan almalıyam. Bundan qabaqki video montajı bitib. Onu təbii ki, hepiniz deyirsiniz, izləmişsiniz artıq. Video orada sadəcə fikir verirəm. Çox danışıram. Bəzən sıxılmış ola bilərsiniz. Ona görə çalışacağam minimum söhbətləri qısa tutum ki, biləyinə sıxılmasın, videoya baxa bilər. Keçək Primarka. Bugün həftənin 6-cı gündür deyə əhali çox Zəhrimar başqalarımız yer. Korktum ya. Üstüme kaça geldi. Ay Allah. Sokak lambasına böyle dayanıp durmuşum. Kızlar kendi geliyor. Tövbe. Neyse. Kışkıra geldi arkadan. Dedim bana neynir bu? Burada da bir arkadaşımız zaten çok çekti. Yine Primarka gerek. Sağ ol qapı, mən görüb bağlanırsın. Deməli, əsas 3 mərtəbədən ibarət Primarka. Birinci mərtəbə daha çox qadınlar üçündür. Mən öz gördüyüm əsasən deyirəm. Bunun qiyməti 11 pound. 11 pound bizim bundan 23 manata yaxın bir şeydir. Və siz deyə bilərsiniz çox haqlı olaraq ki, bu ucuzuydu, buranın nəyi ucuzdur? Belə deyim, biz buradakı qiymətləri öz pulumuzla məncə müqayisə eləməməliyik. Çünki buradakı insanların aylıq gəlirləri manatla deyil. Və həm miqdarı fərqlidir, həm də dediyim kimi məzənnəsi fərqlidir. Səhv yerdən gəlmişəm, o birtərdən qalxmalıyam. Deməli, burada minimum əmək haqqı yaşa görə dəyişir və saatlıq verilir. Yəni 23 ən çox, yəni limit 23 yaşdır. 23 yaşdan yuxarı və aşağı insanlarda dəyişir. Deməli 23 yaşında olan bir şəxsin burada saatlıq əmək haqqısı 11 pounddur.
gündəlik 7 saat işləyən bir şəxs minimum əmək haqqı olaraq gündəlik 77 pound alır və bunu da kiçik bir hesablama eləsək, aylığa vuranda, yəni 30-a vuranda bu məbləğ gəlib çıxır hardasa aylıq minimum 2300 pound ətrafında. 2300 pound da bizim pulla eləyir. Demək olar ki 5000 manat. Yəni minimum əmək haqqı 23 yaşlı bir insan üçün bu ölkədə 5000 manatdır. Və aylıq minimum 2300 pound olan adam üçün gəlib burada alış-veriş eləmək məncə o qədər də baha deyil. Burada belə qılaq olarmışlar. Bir dəfə almaq istədim, amma qrupdaşım qoymadı. Dedi, var keyfiyyətsizlər oxşuyurlar, boşver, bu çölə atma. Mən də dedim, yaxşı, sən deyirsənsə almayacam. Amma bunu almaq istəyirəm. Nəysə. Dediyim kimi, yəni minimum aylıq 2300 pound olan adam üçün buradan alış-veriş eləmək o qədər də baha deyil. Təbii ki, burada da yəni baha olan şeylər var. Məsələn, vergilər biraz çoxdur, evin kirayəsi, kommunallar ola bilər. Amma ümumi olaraq baxanda yenə də aldıqları pul onlara çatır, seyilir. Qəşəng ayaqqabıdır. 15 pound. Razmerlərdə baxın, Avropa üçün də ayrıca var. Amerika Birləşmiş Ştatları üçün də ayrıca var. Əslində özümə ayaqqabı da almalıyam bir dənə. Sadəcə indi ayaqqabı istəmirəm hələ ki alım. Gündəlik evdə geyiniləsi paltarlar istəyirəm. Sportiv tərzində bir şey. Səhv eləmirəmsə 3-cü mərtəbədə tapa biləcəm. Gedim 3-cü mərtəbəyə. Adam çoxdur burada. Burada gününün fərqi yoxdur. Hər dəfə adam çox olur. Səhv eləmirəmsə Avropada da olmalıdır bu markalar. Varlar. Başım olmuşdu. Orada gördüyünə görə. Gəldik. Baxın, bu köynəkdən alacam özüm. Mütləq alacam. 14 pounddur, razmerdir. Çox maraqlı, qəşəng bir tərzi var. Mən indi hələlik bağlayayım, hələlik. Balaca oturub. Hello. Balaca oturub. Nəysə, hələlik bağlayayım. Bir şey çəsəndə özdən gələcəm. Əlimdə telefonla bunu görüb 2-3 nəfər yaxınlaşdı. Bəs həqiqətən sevindirici haldır. Yəni onsuz da indi məşhur deyiləm. Məni tanımırlar, heç kim eləmir. Amma yaxınlaşıb hamısı çox xoş münasibət göstərdi. Ki, bəs YouTube kanalım var da, dedim, bəli, kanalın adını istədilər. Gözüm qabağında abunə doldular, like da atdılar. Amma sən hələ də abunə deyilsən. Like da atmamısan. Niyə? Nə olacaq ki, yəni bir abunə mənə xoş görürsən. Allahın İngilisi məni tanımır, gəlir, abunə olur. Sən də ol da. Aşağıda. Yenə bilmirəm, harada deyirsən. Abunə ol. Xahiş edirəm. Buradan. Sağ ol. Deməli, belə bir sumka var burada. 2 dənə Sparta'da götürdüm. Şal var. Belə. Qəşəngdilər. İnşallah görək. Nətər olacaq. Yəni, var şalvaran tapdım, gəlib könələrini tapdım. Yaxlarıram. Baxaq görək, hər tala bilirik. Belə bir şey tapdım. Qəşəng xoşuma gəldi, razmer əladır. Bunların qiymətini demədim. İkisi də 5 pounddur. 10 manat kimi. Bu da 9 pound idi. 18-19 manat ətrafında. Görüm, axtarım bunun başqa rəngi. Boz rəngi var, sadəcə boz rəngini istəmirəm. Boz rəngi belə də yaxşı olmayacaq. Bunun əslində bu aldığımın daha açıq rəngləri var burada. Razmeri də var. Sadəcə açıq rəngi almağa əslində biraz qorxuram.
Bu çirklənməsinə görə də tipik Azərbaycan düşüncəsi. Amma eyni qiymətliyi götürəcəm bunda. Bilmirəm, ne seçim eləyərəm ikisi arasında, amma bu da çox xoşuma gəldi. O birisinin də rəngi çox xoşuma gəldi. Mənim sumkamda, burasında bu. Nasıl belə. Burada elə həmin ovarın desən şalvarıdır. Sadəcə orada 2 dənə asıq götürmüşəm də. Ona görə başqasına ehtiyac yox deyə düşünürəm. Var neçədir? Burada var. 14 pound, 28-29. Heç deyil. Ama ben istediğimdi. Ona görə götürməyəcəm. Mesela bu 18 pound. Bunun materialı bilmirəm. Sonrası tamam başka materialdır. Qəşəngdir. Aynı şəkildə bunların da material qəşəngdir. 14 pound. Bir qərara gəldim ki, ayaqqabı da götürəcəm. Bilmirəm niyə, amma götürmək istədim. Meri gəlmişkən böyle ayaqqabımı da alım. Burada böyle geçen çoraplar var. 5 cütünü satırlar mesela 2 pound'a. Burada ayak razmerlerinde qeyd eləyirlər. Yəni 5 cüt çorap üçün 4 manat məncə çox yaxşıdır, idealdır. Ayaqqabı alacağım özümə. Ayaqqabı almaq istəyirəm. Sadəcə seçmə də bilmirəm. Oha. Bu siz niyə bu qədər ucuzdur? 7 pound düşüb çünki razmeri maşallah olsun. Neçə razmerdir bu? Göstərmir axı. 46. Maşallah. 46 razmer ayaqqabı olar ha. Bu neçədir? Bu 40'dır. Ama bu da mənim ayağıma balacadır. Mən yazığın ayağının düzəməli ölçüsü var ki, 42-43 razmerli ayaqqabı giyinirəm. O da ki, tapmaq çətin məsələdir. Bunlar necədir? 16 pound, 42 razmer. Neyse, mən biraz baxım. Tapanda sizə xəbər eləyəcəm. Bu aradan almışam. İdmanı bunlardan giyinirəm. Çox qəşəngdir, çox xoşum gəlir var. Bunun da qiyməti nə qədərdir? 18 pounddur. Bu çox qəşəng ayaqqabılardır. Ayaqqabımı seçdim. Hamı ilə məzələndən sonra mən seçdim. Məncə pis ayaqqabı deyil, qəşəngdir. Razmeri də ayağıma uyğundur. Bu 44 yazılıb, 44 deyil amma içində 43 yazılıb, bəli 43. Geyindim, yoxladım, qəşəng idi. Qiyməti də 10 pound gördüm mən. Deməli, geyinmək üçün əladır. Ayaqqabı çox xoşum gəlir mənim. Anamın göz yaşlı, anam görsə öldürəcək mən. Ki, niyə ayaqqabı almışsın? Ayaqqabını da seçdik. 10 pound'u qəşəngdir, amma mən belə gözləmirdim. Belə yaxşı qiyməti olsun. Belə ayaqqabı almaram. Yəni, xoşum da gəlmir, tərzində deyil. Amma bu qəşəngdir, bu maraqlıdır. Burada belə ayaqqabılar da var. Ban qiyməti isə biraz bahalaşır. Məsələn, 45 manatdır. Dedilərinə görə dəridir. Əqin elə olar. Məsələn, bu ayaqqabı da qəşəngdir. Neçədir? 16 pound. 32, 33, 34 manat ətrafında dəyişir. Bu da 18 pounddur. Bu da 18'dir. Bu məsələn, bu qəşəng ayaqqabıdır. Bu çox böyük də 16 poundda. Bu əladır. Razmeri nə qədərdir bunun? 45 razmer. Sağ ol, Allah köməyi olsun. Bu da 16'dır. Bu 42 razmer. Ayaqqabılar deyəyin ki. Aslında bunu da götürə bilərəm. Bir an bunu da yoxlayım. Mən bunu bəyəndim. Gördüm. Razmer də uyğundur. Bax, görürsə bu 44'dür. Amma bu 42 idi. İkisi də ayağıma oldu. Necə olur bilmirəm. Bunun isə qiyməti 16 pounddur. Bu da yaxşıdır. Qəşəng ayaqqabıdır. Xoşum gəldi mən bunun. Düzdür, bunu bəlkə dəyişdirdim. Burada kley hissələr o qədər xoşuma gəlmir. Amma görəydən.
Yaşarımı toklayan Yatıkasın dağlar Ye besyanı, ye modiyanı Atın talı talı, atın talı talı Ye toprakını Ye besyanı, ye modiyanı Atın talı talı, atın talı talı Ye toprakını İnşallah ki mahnı telifli değildi. Siz de eşidebildiniz. Telifli ise de yəqin ki 5 saniye işləyəcəksiniz, sonra muti olacaq. Bəli, çıxdım Primarkdan. Deyim də nə qədər pul gəldi. 110 manat. 110 manat getdi. Olsun. Əsas odur ki, yaxşı şeylər aldım, bəyəndiyim şeylər aldım və aldığım şeylər məni bir müddət idarə edəcək. Gedim indi bir dənə aşağı halal ət dükanına. Oradan əti alım, qaydım Tesco'dan banan götürüm düz evə. Çıxdım oradan da gedirəm Tesco'ya. Bilmirəm səsim necə gəlir. Lənət olsun mikrofonum. Zərqə qoymağı unutmuşam. Ona görə gedirəm. Dedim ki banan alım. Oradan da düz evə. Və ehtimalla da elə vlogu da burada yekunlaşdırıram. Məncə başqa bir şey yoxdur şey. Ən azından bu vlogu. Heç nə. Özünüzə yaxşı baxın. Abunə olmağı yenidən yıxılıb. Like atmağı, şərh yazmağı unutmayın. Çox xahiş edirəm. Hələlik. Gələn görüşədə yox. Gələn videolarda görüşədə. Sağ olun.